Ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işinin bəzi detalları məlum olub. İstintaqlar müəyyən edilib ki, hadisə 2025-ci il avqustun 4-də paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində qeydə alınıb. Belə ki, Natiq Quliyev öz ad günündə həyat yoldaşı Quliyeva Nərgiz Rafiq qızı tərəfindən qətlə yetirilib. İttiham aktında göstərilib ki, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva ilə 4 avqust 1979-cu il təvəllüdlü əri Natiq Quliyev arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. Mübahisəyə səbəb isə Natiq Quliyevin öz ad günündə araq içəndən sonra mətbəxə keçərək Nərgizin onun mobil telefonuna kontrol yükləməməsini əsas gətirməsi olub. Nərgiz ərinin onun təhqir etməsindən və əlləri ilə saçından yapışaraq dartmasından qəzəblənib. Nərgiz Quliyeva aralarında yaranmış dava zamanı məişətdə gündəlikdə istifadə etdiyi bıçağı ərinin qarın boşluğuna vurub. Natiq Quliyev aldığı bıçaq xəsarətindən ölüb. Bununla da Nərgiz Quliyeva polis əməkdaşları tərəfindən şübhəli şəxs qismindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbirə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmail Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Samir Abdullayev müdafiə çıxışı edib. O məhkəməyə bildirib ki, müvəkkilinin himayəsində azyaşlı uşaq var və bu cinayəti qəsdən törətməyib. Ona görə də Nərgiz Quliyeva barəsində məhkəmədən daha ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş edib. Təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəməyə müşavirəyə gedib. Daha sonra məhkəməyə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib. Hakim Səbirə Məmmədzadənin qəbul etdiyi hökmə əsasən isə Nərgiz Quliyeva həyat yoldaşının qəsdən qətlə yetirməsi ilə bağlı hər hansı bir sübut yoxdur və o 120.1-ci maddə ilə təqsirləndirilə bilməz və bu maddə 124.1-ci, yəni ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsiyə edilməlidir. Yekun olaraq Nərgiz Quliyeva 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi ilə bağlı qərar qəbul edilib. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.